lazımdır ki bizim övladlarımız o mənəvi keyfiyyətlərini itirməsinlər. Ən yaxşı vəzifələrdə olsaq belə, ən gözəl yerlərdə olsaq belə, yenə də o fitrətimizdə qalmağımız lazım. Baxın, bizim bu Qarabağ savaşımız oldu. Zəfər qazandıq. Yəni, bu zəfər qazanarkən mən tarixi filmlərə də baxıram. O igidlərimizi buna ruhlandıran, bu zəfərə çağıran motivasyon sözlər nə idi? Nədir? Onlara bir düşmən üzərinə gedərkən sən çox para qazanacaqsan, sənin belə bir araban olacaq, belə sözlər idi. Yox, onlara mənəvi güc olan sözlər deyirdilər. Yəni, zəfər bizimlədir, haqq, ədalət qazanacaq, biz doğruyuq, o Xocalıda ölmüş uşaqların qisasını almalıyıq, çünki mərhəmətsizlik olub bizə qarşı. Yəni, hər bir zəfər mənəvi keyfiyyətlər üzərindən qazanılır. Yəni, haqqı müdafiə edərək, ədaləti müdafiə edərək, mərhəməti müdafiə edərək qazanılır. Zaten türkləri də türk edən, güclü edən o mənəvi keyfiyyətlərdir. Biz bunu əgər yox etsək, yavaş-yavaş olmasa, biz qorxaq bir millətə çevrilə bilərik. Biz artıq nəyin zəfərini qazanmağa gedəcəyik? Yəni, bizi ona zəfərə aparan sözlər olmasa, kəlmələr itsə, bizi nə güclü edəcək? Biz millət olaraq kiçilməməyimiz üçün, hər zaman böyük qalmağımız üçün, toplum olaraq bir-birimizə sarılmağımız üçün bizi birləşdirən bir mənəvi keyfiyyət olmalıdır ki, biz onun ətrafında birləşək və bütöv bir millət olaq. Bu dəyər itməyən bir dəyərdir. Hansı ki, o bizi hər yerdə, o deyir, elm qaranlıqda bir nurdur, ən qaranlıq gecədə də sənə yol göstərər. Mənəvi dəyərlər də belədir. Biz kitablarımızda